Gelir. Allah sabır aleysin. Her neyse hiç mi? Bak. Sen bir çocuk. Tut ucuna çık. Akşam yapsak olsun. Akşam. Hörmətli izləyicilər, şükürlər olsun bu günümüzə. Hacı Karaman ocağında hazırladığımız bisetka yekunlaşmaq üzrədir. Demək olar ki, tamamlanmaq üzrədir. 99% iş görülüb. 1% qalıb. İnşallah yağış yağma ehtimalı var deyə işi qutara bilmirik. Allahın köməkliyi ilə sabah tam yekunlaşdırıb sizə onların hamısını təqdim edəcəyik. İndi burada bizim əziz qardaşlarımız var, əziyyət çəkənlər var. Ürəklər istəsə öz ürək sözlərini deyə bilərlər. Buyur qardaşım. Allah xoşlar olsun. Allah Mehras bəy, əziyyəti çox olub. Həqiqətən bax, burada görülən işin indi İlkin yoxdur burada. İlkinin də adını hallandıraq. Onun da əziyyəti çox olub. Mehras qardaşımız, Allah köməyin olsun. Allah əziyyətini yerdə qoymasın. Sağ ol əmi. Ali kardeşimiz. Ali. Bu da İlham qardaşımdır. Yəni bu işin təşkilatçısı. Allah köməyiniz olsun. Yəni Allah bu, ziyarətini hər kəsin qəbul etsin. Mən təşəkkür edirəm bizə generatoru verən Ali qardaşımıza, Aydın qardaşımıza. Allah onların köməyi olsun. Özləri burada yoxdur, ürəkləri buradadır. Yenə deyirəm, Allah hər kəsin ziyarətini qəbul etsin. Bircə xahişim təmizliyə riayət etsinlər. Başqa mənim xahişim yoxdur. Allah hər kəsin köməyi olsun. İşləyənlərin də əlləri qolları var olsun. Çox əziz çəkdiniz qardaş. Halal edin əziyyətinizi. Canınız sağ olsun. Həmişə belə xoş işlərdən səsiz gəlsin. Canınız sağ olsun. bu da bizim gözəl Elgün qardaşımız. Bu da çox əziyyət çəkir. Allah köməyiniz olsun hər birisi. Təşkilatçının Allah canı sağ eləsin. Allah ürəyinə görə versin. Günü görsün. Həmin xeyir işlərdə inşallah Allah qismət eləsin. Canınız sağ olsun. Çox sağ ol Elgün qardaşım. Allah köməyin olsun. Allah köməyin olsun. Allah sənin də can sağlığı, ailənin, uşaqların can sağlığı olsun inşallah. Sənin də əziyyətin çox olub burada. Əziyyət çəkdiniz. Haqqınızı halal eləyin. Halal xoş olsun. Allah köməyiniz olsun. Sağ ol, sağ ol. Bu da bizim bisetkamız. Bu da bizim bisetkamız. Düzdür, tam hazır değil. Demək olar ki, hazırdır. Amma bu da bunun çöl hissəsidir. Çöl hissəsini də belə düzəltmişik. Yəni bu da hələ tam hazır deyil. Bu da bunun iç hissəsidir, stollardır, orada tumuşqadır. Əziyyəti keçən hər kəsin Allah köməyi olsun. Amin. Allah hər kəsin ziyarətini qəbul eləsin. Biz də onun içində. Hacı Karaman babam yuxarıda Allah, aşağıda Hacı Karaman babam hər kəsə kömək olsun. Allah sənin də köməyin olsun. Qədər əziyyət çəksən, həmin üstünə var qaynaq. Bu da mən. Çox sağ olun, təşəkkür eləyirəm. Allah hər kəsin köməyi olsun. Allah razı olsun hamınızdan. Çox sağ olun. Təşəkkür eləyirəm hamınıza. Bir daha hər kəsə öz təşəkkürümü bildirirəm.